Kim Allah'tan qorxsa, Allah ona çıxış yolu açacaq. Yəni çıxış yolu qardaşlar, dərhal bəzi insanların ağlına gələn, məsələn, maddiyyat olur, ruzu olur. O da var. Lakin tək o deyil. Tək o deyil vallahi. İnsanın qəlbində olan sıxıntıları Allah Teala elə aradan qaldırır ki, onun özü ən böyük ruzudur. Evlad olmasa, haram yollarla evladı əldə eləməyə getməsən, Allah sənə evlad verməklə səni ruzulandıracaq. Evlənmək üçün özünü səbirli aparsan, gözünü, qulağını, dilini, əzalarını zinadan qorusan, Allah səni evləndirməklə ruzulandıracaq. Kasıb olsan maddiyyatla, ruzudan əziyyət çəksən, haramlara deyil, Allah'tan gələn köməyi gözləsən, vallahi Allah səni ruzulandıracaq. Asanlaşdıracaq Allah. Çünki Allah nə deyir? İnne va'dallah haqq. Allahın vədi haqdır. Elə ola bilməz ki, Allah Teala bir qul ondan qorxsun gizlində, aşkarda, onun razılığını gütsün, Allah ona kömək eləməsin. Belə bir şey ola bilməz. Allah Teala düz deyir, lakin bəzən bizim nəfsimiz bizi aldadır.